Vaxtınız xeyir olsun uşaqlar. İndi biz sizinlə 6-cı sinif şagirdləri üçün kiçik summativ qiymətləndirmə 2-nin versiya A və B variantlarına baxmış olacağıq. Əvvəlcə A variantına baxaq. Birinci sualda deyir ki, sakitlik halında sağlam və yetkin insanlarda nəbzin sayı dəqiqədə nə qədər olur? Biz bilirik ki, sağlam insanlarda bir dəqiqədə 60-100 dəfə nəbz sayı olmuş olur. İkinci sual. Papaqlı göbələklərin lövhəciklərində və borşəkilli hissəsində əmələ gəlir. Nə? Əlbəttə ki, sporlar. Üçüncü. Bu qan hüceyrələrinin ortası basıq disk şəklindədir və tərkibində hemoqlobin vardır. Hansı qan hüceyrəsinin tərkibində hemoqlobin var? Ağ qan hüceyrəsi deyil, qan lövhəciyi də deyil. Bəli, qırmızı qan hüceyrəsinin tərkibində hemoqlobin var və ortası basıq disk formasındadır. Dördüncü sual. Ağaclarda və çürüyən kötük üzərində inkişaf edir. Göbələklər mövzusundan biz bunu öyrənmişdik. Hansı göbələk idi? Bəli, qov göbələkləri idi ki, çürüyən gövdələrdə inkişaf edirdi. Daha sonra 5-ci suala baxaq. Ürəkdən çıxan qanı bədənin ayrı-ayrı hissələrinə daşıyır. Qalın və elastiki divarları olan qan damarlardır. Ürəkdən çıxan qanı bədənin ayrı-ayrı hissələrinə daşıyan damar əlbəttə ki, arteriyadır və ən qalın damarlardır. 6-cı sual. Düzgün olmayan sıranı müəyyən edin. Yəni, düzgün olmayanı götürəcəyik. A variantına deyir, sağ qulaqcıq oksigenli qanı bədənin digər hissələrindən qəbul edir. Bəli, qəbul edir, amma oksigenli yox, oksigensiz. Məhz bu baxımdan da biz bilirik ki, sağ tərəf oksigensiz qanı, sol tərəf isə oksigenli qanı qəbul edir. Məhz bu baxımdan da düzgün olmayanı dediyinə görə hələ A variantıdır. 7. Vergül şəkildə bakteriya. Bakteriyanın 4 forması var idi. Onların içərisində vergül şəkildə olan hansı idi? Bəli, vibrionlar. 8. Bir hüceyrəli və ya çox hüceyrəli orqanizmlərdən sahib orqanizmdə və sərbəst yaşaya bilirlər. Hansılar idi bunlar? Bəli, bakteriyalardır. Sərbəst də yaşaya bilir və sahib orqanizmdə də yaşaya bilirlər. Daha sonra keçək 9-cu suala. 9-cu sualda deyir ki, dairəvi diaqrama əsasən aldığımız havanın düzgün göstərildiyi variantı seçin. Aldığımız havanın düzgün olan variantı. Aldığımız zaman daha az karbon olacaq. Azot 78%, oksigen 21%. Bəli, bax bu. 10-cu sual. 10-cu sualda bizdən soruşur ki, düzgün göstərilmişdir. Yəni, bu verilənlərdən hansı düzgün göstərilmişdir? D variantıdır. Niyə? Çünki Y-də verib ki, Y sağ qulaqcıqdır. Bax, bu doğrudur. C də sol mədəcikdir. Bəli, bax, bu da doğrudur. Düzgün olan variant D variantı olmuşdur. Daha sonra indi sizinlə B variantının versiya suallarını aydınlaşdıraq. B variantında bizdən soruşur ki, ürək neçə şöbədən ibarətdir? Bunu artıq hər birimiz bilirik ki, ürək 4 şöbədən ibarətdir. Ürəyin yuxarıdakı şöbələrinə deyilir. Öyrənmişik ki, mövzu izahında yuxarıdakı şöbələrə qulaqcıqlar, aşağıdakılarına isə mədəciklər deyilir. İndi buradan yuxarıdakı şöbəni soruşduğuna görə qulaqcığı aid etmiş olacaq. 3-cü sual. Qanın bərk hissəsinə daxil deyil. Qanın bərk hissəsinə daxil olmayanı. Ağ qan hüceyrəsi daxildir, qan lövhəciyi də, qırmızı qan hüceyrəsi də. Plazma daxil deyil. 4-cü. Bir hüceyrəlidir. Yalnız mikroskop altında görmək olar. Meyvə və tərəvəzlərdə olan şəkərlə qidalanır. Bir hüceyrəli dediyinə görə çift göbələk deyil. Bakteriyada xeyr, A variantı maya göbələyi olmuş olacaq. Daha sonra 5-ci sual. Bəzi insanlar çox sürətli, çox yavaş və nizamsız ürək ritmlərindən əziyyət çəkirlər. Bu vəziyyət necə adlanır? Bilirik ki, bu insanlar hansı xəstəlikdən əziyyət çəkirlər? Aritmiya. Və düzgün cavab C variantı oldu. İndi sizinlə 6-cı sualı müzakirə edək. 6-cı sualda bizdən soruşur. İ hərfi ilə göstərilən strukturun adı nədir? Kitabımızda da bu şəkildə verilmişdir və bunlar alveolar adlanır. 7-ci.
Çöp şəkilli və ya çubuq formalı bakteriyadır. Hansı bakteriya çöp şəkilli idi? Bəli, basillər. Basillər çöp şəkilli və yaxud da çubuq formalı bakteriyalardır. Daha sonra keçək indi uşaqlar sizinlə 8-ci suala. 8-ci sualda soruşur. Aşağıdakı fikirlərdən hansıları doğrudur? Vərəm xəstəliyinin törədicisi olan bakteriya mal-qaranın ağciyərlərində çoxalır. Bəli, bu doğru variantdır. Mədə şirəsi orqanizmin hüceyrələr tərəfindən ifraz olunan yapışqan mayedir. Xeyr. Bakteriya və göbələklərdən fərqli olaraq virus adlanan mikroorqanizmlər çox böyükdür. Xeyr. Viruslar kiçikdir. Bəzi infeksiyon xəstəliklərin müalicəsində antibiotik adlanan maddələrdən istifadə olunur. Ancaq bunlara həkim nəzarətin bəli, doğrudur. Ağ qan hüceyrələri patogenə yaxınlaşaraq onları udur. Bu proses faqotoksiz adlanır. Bəli, 5 də doğrudur. 1, 4, 5. D variantı. 9-cu sual. Dairəvi diaqrama əsasən verdiyimiz havanın düzgün göstərildiyi variantı seçin. Verilen havanın. Bayaqları aldığımız havaydı, indi isə verdiyimiz hava. Verdiyimiz havada karbonun faiz göstəricisi 4% olmalıdır. Azot yenə də 78 olaraq qalır. Doğru cavab C variantı olur. Və 10-cu, sonuncu suala keçək. 10-cu sualda soruşur ki, uyğunluğu müəyyən edin. Deməli, qırmızı qan hüceyrələri, ağ qan hüceyrələri və qan lümfacikləri hansına aid olduğunu müəyyənləşdirməliyik. Bakteriyalardan, zəhərli maddələrdən və ya cisimciklərdən orqanizmi qoruyur. Bəli, bu ağ qan hüceyrəsidir. C gedəcək. Qanaxmanı dayandırmaq, kəsikləri və digər xəstəlikləri sağaltmaq üçün qanın laxtalanmasına kömək edir. Bunlar qan lümfacikləridir. B variantı bura gələcək. Ağciyərlərdən oksigeni bədənin digər hissələrinə daşımaq üçün hemoqlobindən istifadə olunur. C variantı da bura. C, A, B. D variantı uyğun oldu. Bu qədər uşaqlar. Sağ olun. Gələn görüşlərə dək.